Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm həkim, psixoterapevt, yalan və bədəndir üzrə ekspert Elnay Rəhimov Tambovski. İstənilən növ münasibətlə, evlilik, sevgili, dost, iş, bacı, qardaş fərq yoxdur. Ana, övlad fərq yoxdur. Sizdə əgər itirmə qorxusu varsa, bunun fəsadları nələrdir? Əgər sizdə itirmə qorxusu varsa, bu o deməkdir ki, siz yox deyə bilməyəcəksiniz. Öz sərhədlərinizi qoruya bilməyəcəksiniz. Sağlam sərhədlər qoya bilməyəcəksiniz. Və sərhədlərinizə davamlı olaraq kimlərsə müdaxilə edəcək. Və sərhədlərinizə müdaxilə olunduğu anda siz istifadə olunacaqsınız. Manipulə olunacaqsınız. Dəyərdən salınacaqsınız. Təhqir olunacaqsınız. Yersiz tənqidlərə məruz qalacaqsınız. Sizi ələ salacaqlar. Sizi görməzdən gələcəklər. Bir sözlə, siz yalnız və yalnız başqalarının ehtiyaclarını, istəklərini və arzularını həyata keçirən bir qul olacaqsınız. Və nəticədə get-gedə şəxsiyyətsizləşəcəksiniz. Nə qədər şəxsiyyətsizləşdiniz, bir o qədər də çox hörmətdən düşəcəksiniz. Sizin elədiyiniz yaxşılıqlar bir təşəkkür olaraq yox, bir borc olaraq başqaları tərəfindən qəbul olunacaq. Borc da odur ki, bu belə də olmalıdır, sən bunu zaten yerinə yetirməlisən. Çünki davamlı edilən yaxşılıqlar bir rutin halına alır, bir norma halına alır və başqaları bunu öz şuur altı zehinlərində öz haqları olaraq qəbul edirlər. Sabahsı gün, deyək ki, xəstələndiniz, deyək ki, yorğun düşdünüz, yəni kifayət qədər o yaxşılığı eləməyə imkanınız olmadır. Ola bilsin ki, maddi cəhətdən, ola bilsin ki, ruhi, psixoloji cəhətdən. Ola bilsin ki, bir an gəldi, siz öz sərhədlərinizin fərqinə vardınız və bezdiniz və sərhəd qoymağa başladınız. Artıq özünüzə dəyər verməyə başladınız. Belə olduqda da həmin insanlar sizə düşmən kəsiləcək. Nəinki dost olmaq, nəinki münasibəti qırmaq, hətta düşmən kəsiləcəklər. Və klassik bir deyim, sən mənim üçün nə etmirsən ki? Etdiyiniz şeylərin hər biri bir-bir dəyərdən salınacaq. Bu qədər. İnsanların yaşadığı, yəni insanların əksəriyyətinin yaşadığı həyat ssenarisi bundan ibarətdir. Diqqətinizə görə minnətdarım. Sağ olun.